Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Deməli, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, əməkdar artist Cabir İmanov dünən Bakıda idman zalında infarktdan vəfat edib, əziz tamaşaçılar, və onu da diqqətinizə çatdırım ki, qardaşı Tahir İmanov jurnalistlərə deməli, üzünü tutub, deməli, Əbu Bəkir məscidinə nəşi gətirilən Cabir İmanovla vidalaşmaq üçün yaxınları, sevənləri məscidin həyətinə toplaşıblar. Əməkdar artist Tahir İmanov vəfat edən qardaşının cənazə namazında jurnalistlərin çəkiliş etməsinə icazə verməyib. O, hər kəsdən dinimizə uyğun davranmağı istəyib, deyib hamınızdan Allah rizası üçün xahiş edirəm. Zəhmət olmasa çəkilişləri dayandırın, siz buradan çıxmayınca mən cənazəni çıxarmayacağam deyib. Çəkilişləri dayandırın, hər şey dinimizə uyğun olsun. Bunlar dinimizə uyğun deyil, mən halallıq vermirəm, Cabirin ailəsi halallıq vermir, kim namaz qılır qalmaq istəyə, qala bilər. Amma jurnalistlər də deyilənlərə görə onun sözünü yerə salmayıblar və ərazini tərk ediblər. Əziz tamaşaçılar, deməli, bugünün gündəmi mövzusu təbii ki, Cabir İmanovdur. Niyə Cabir İmanov bu qədər müzakirəyə daşındı? Çünki Cabir İmanov ölümü ilə cəmiyyətdə fikir müxtəlifliyi yaratdı. Yəni, insanların biri onu sənət adamı kimi hörmətlə, izzətlə yola salmaq istədi. Digərləri isə onun keçmiş fəaliyyətinə güzgü tutdular və bildirdilər ki, o təkcə artist kimi belə deyək, evlərimizə daxil olmayıb, eyni zamanda da onun müəyyən hərəkətləri də olub ki, bir polis polkovniki kimi və yaxud polis əməkdaşı kimi deməli, küçə mitinqlərində, aksiyalarında iştirakçılara qarşı müdaxilələri ilə yaddaşlarda qalıb. Hər halda bu məsələlər xüsusilə Cabir İmanov məsələsindən başlayacağım, amma düşünmürəm ki, sona qədər elə bu mövzunu müzakirə edəcəyik. İstənilən halda mən bir halallıq məsələsindən danışmaq istəyirəm. Baxın, indi qardaş Tahir İmanov da jurnalistlərə deyir ki, mən halal etmirəm, mən halallıq vermirəm. Və bu halallıq məsələsi məncə adamın sağlığında da, sonraki dönəmində də vacibdir. Və əslində bugün də Cabir İmanova yanaşma prinsipcə belədir. Adamlar var halallıq vermir, adamlar var halallıq verir. Deməli, İlahə xanım xoş gördük. İlahə xanımla Sadıxova ilə gündəmi müzakirə edəcəyik, əziz tamaşaçılar. Və İlahə xanım, xoş gördük. Xoş gördük. Sizi də, əziz lafsevərlər də salamlayıram. Mən də öz növbəmdə Cabir bəyin vəfatından dolayı onun yaxınlarına, onu sevənlərə başsağlığı verirəm. Məsələ çox həssas məsələdir. Çox müzakirə olunur. Bu 2 gündür çox müzakirə olunur. Olunmamalıdır əslində. Çünki deyirlər, mentalitetimizdə ölünün dalınca danışmazlar. Bizdə var da, mentalitetimizə zid o qədər hərəkətlər eləyirik ki, çox təəssüflər olsun. İşimizə gələndə mentaliteti yada düşür. Belə bəhbəhlə təqdim edirik ki, bunu eləmək olmaz. Amma işimizə gəlməyəndə mentaliteti ayaqlayıb, onun geninə, boluna, üstündən o tərəf bu tərəfə keçib hər şeyi eləyirik. Əslində etik deyil ölən haqqında bu qədər danışmaq. Niyə? Onda həmin məntiqlə, bax, dünən sırağı gün ölən nazirlər oldu ki, əksəriyyət içi elə siz, biz qarışıq, hamımız dedik ki, nə bilim, halallıq vermirik, burnundan gəlsin, oğurlamışdın. Misal üçün deyirəm, misal üçün. Ümumiyyətlə, deməzsiniz. Yox, mən ölənlə bağlı elə söz demərəm. Niyə? Burada bir qəbahət varmı ki, İlahə xanım? Məncə düzgün deyil. Əgər bacarırsansa, insan üzünə Bəlkə sağlığında da deyiblər də, ola bilsin ki... Sağlığında deyən adamların haqqı var ki, öləndən sonra da fikir bildirsin. Yox, sağlığında o sözü deməyiblərsə, öləndən sonra və yaxud vəzifədən gedəndən sonra hamının dalınca danışmaq... Biraz çirkin görünür özdə. Siz o daldan atılan daş topuğa dəyər məsələsidir. Yəni, indi kimə nə faydası var ki, bunu danışmağa? Zamanında adamlar olub ki, cəsarətlə, məmurlar olub ki, ölkənin
ən yüksək kürsülərində əyləşiblər, millətin qanını içiblər, amma nə hakimiyyət içindən, nə müxalif cəmiyyədən, nə vətəndaşlardan, nə vətəndaş cəmiyyətin içərisindən heç kimin cəsarəti olmayıb ki, o adamlar haqqında bir kəlmə söz işlətsin. Amma oğlanlar olub ki, siyasətçilər olub ki, həmin adamların sağlığında, vəzifədə olanda heç nəyə baxmayaraq təqiblərə məruz qalacağını bilib, təzyiqlərə məruz qalacağını bilib, amma bu efirlərdən, elə sizin də efirdən, digər efirlərdən də çox cəsarətlə o fikirləri səsləndirib. Elələri də olub. Bayaq İqbal Ağazadə ilə müzakirə eləyirdim. İqbal bəy dedi ki, mən zamanında parlamentdə oturub Ramiz Mehdiyevi üzünə deyirdim, amma çıxandan sonra deyir danışmadım. Var, belə insanlar da var, əziz tamaşaçılar, belə siyasət adamlar da var və mən onları alqışlayıram. Əlbəttə, əsas məsələ nədir? Deyir, o sağlığını da gərək edəsən. Qiymət verəndə də sağlığında qiymət verin insanlara deyir, pisini də gərək vaxtında deyəsən. Çox vaxtı, bəli, bu məsələyə görə qınanılır insanlar ki, niyə öləndən sonra danışdın? İndi bax, Cabir İmanovla bağlı məsələ də biraz öləndən sonraya təsadüf elədi. Bəlkə də heç kim gözləmirdi ki, 49 yaşında gənc bir adam, yəni durduğu yerdə vəfat etdi. Bunu heç kim gözləmirdi, heç kim göz altına almamışdı. Bəlkə də elə qarşıda danışacaqdılar və yaxud Cabir İmanov məmur olmayıb, vəzifə adamı olmayıb, bəlkə də ona görə yaddaşlardan silinib, onun elədikləri zamanında elədikləri. Fəaliyyəti başqa istiqamətdə. Fəaliyyəti də başqa. Məsəl üçün, mən düşünürəm ki, əgər bugün 2003-cü ilin aksiyalarından danışılırsa, Cabir İmanovun deyirlər o vaxt 25 yaşı falan var idi. Yəni, gənc bir adam idi. Bəlkə də onun doğrudan da niyyəti polis orqanlarında fəaliyyət göstərmək idi, özünü tanıtmaq idi, bəli, paqonunu yüksəltmək idi. Amma sonraki mərhələdə biz onu görmədik axı belə. Yəni, ola bilərmi bu lap tutaq bir gənclik səhvi idi. Bir gənclik səhvini, belə deyək, insana bağışlamaq çoxmu çətindir? Yəni, bugün nəyə gətirmək istəyirəm? Yəni, bir adamı sanki qəhrəman kimi dəfn olunmasına cəmiyyət icazə vermədi. Yəni, məsələnin biraz bu həssas tərəfi var. Doğrudur, yenə də bax, prezident ailəsi əklil göndərir, yəni orada bir belə deyək, bir əməkdar artistə bir sayğı var və xalqın da sayğısı var, yeri gəlmişkən onu da deyim. Amma içərisində müəyyən bir kəsim də var ki, imkan vermək istəmədi, icazə vermək istəmədi ki, məhz o öz qəhrəman kimi getsin. Mən sizə deyim ki, həmin o kəsim yalnız və yalnız sosial şəbəkələrdə olan kəsimdir. Real həyatda, yəni nəzərə alsaq ki... Real həyat ilə sosial şəbəkələrdə döyünmürmü ürək? Nəzərə alsaq ki, sosial şəbəkələr istifadəçiləri ölkə miqyasına görə kifayət qədər aşağıdır və bir adamın da neçə dənə profili var, yəni o statistikaya görə. O millətin böyük, xalqın böyük bir kəsimi deyil. Və nəzərə alsaq ki, ümumiyyətlə 2003-cü il hadisələrinin iştirakçısı olan, o prosesləri yaxından görən insanlar böyük əksəriyyəti dünyasını dəyişiblər. Yoxdur o insanlar, o aktivistlər yoxdur. Belə kənardan, köşədən və yaxud da öz üzərində o zorakılığı yaşayan, hiss edən insanlar demək olar ki, qalmayıblar bu dünyada. Yalnız eşitdiklərini və yaxud da kiminsə gündəmə gətirdiyi o videolardan tanıyan, bilən, hadisədən agah olan insanlar rəy bildirirlər. Amma sonra sizin də dediyiniz kimi, sonradan bu adam fəaliyyətini tamamilə dəyişdi və bəlkə də özünü reabilitasiya etmək istəyirdi. Mən də onu düşünürəm. Məsəl üçün, bəlkə o paqon indi o polkovnik idi, bəlkə o general da ola bilərdi, daha yüksək vəzifələrə qalxa bilərdi. Yəni, ola bilər ki, adam reabilitasiya etmək istəsin özünü və tamamilə fəaliyyətini fərqli istiqamətə köklədi. Baxın, çox ironik bir şeydir. Rəhmətlik Anar Məmmədxanov da çox gənc yaşında, 40'lı yaşlarında dünyasını dəyişdi. Cabir İmanov da 49 yaşında dünyasını dəyişdi. Çox bir insan üçün ümumiyyətlə 49 yaş demək olar ki, heç nədir də, çox cavandır. Və nə qədər onu sevənlər olmasa da, onun 2-3 qatı o insanı sevənlər var. Biz bunu müzakirə etməklə bəlkə də həmin onu sevən insanlara qarşı düzgün olmayan hərəkətlər edə bilərdi. Yəni, onların qəlbinə dəyə bilər. Adi həyatda məgər insanlar yoxdur ki, öz vəzifəsindən sui-istifadə eləsin və yaxud da qonşusuna ədalətsizlik eləsin, nə bilim, yaxınına, qohumuna qarşı çox nalayiq hərəkətlər eləsin. O qədər elə insanlar var ki, amma o insanlara nifrət edən insanlarla yanaşı onu sevən insanlar da. Yəni, bir insanın bir
insana sevgisi varsa, onu onun içindən heç kim söküb ata bilməz. Eləcə də nifrəti varsa, onu sevgi ilə əvəz etdirmək mümkün deyil. Hər kəs istədiyi obyekti sevə də bilər, nifrət eləyə də bilər. Yəni o tamamilə insanların subyektiv yanaşmasıdır. Biz nə qədər də desək ki, bu adam pisdir, bu adam pis hərəkətlər edib, zamanında işgəncələr verib insanlara və s. Ki, bugün biz o işgəncələr görən, konkret olaraq bu adam tərəfindən işgəncələr görən insanların statuslarını da oxuyuruq Facebookda, dediyim kimi, yəni o yaş kateqoriyasında olan. Amma eyni zamanda da onu sevən insanlar onu müdafiə edirlər. Yəni fikir verirsiniz, cəmiyyətdə haçalanma var. Bir tərəf nə qədər onu söyməyə çalışsa da, nə qədər onu tənqid etməyə çalışsa da, digər tərəf israrla müdafiə edir. Yəni kiminsə fikrini dəyişmək mümkün deyil. Ona görə də öləndən sonra bu cür temaların açılması, bu qədər müzakirələr aparılması, insanlara nə bilim qarğışlar edilməsi, bəlalar oxunması, onsuz da ölmüş bir adama bizim nə qarğışımız kar eləməyəcək, doğru. Nə alqışımız kar eləməyəcək. Artıq bu insan dünyadan köçüb. Yoxdur. Cismi də torpağa tapşırılırsa, çürüyüb torpağa qarışacaq. Yəni müzakirə etmək, onu bu qədər tənqid etmək mənə elə gəlir ki, düzgün yanaşma deyil. Onu sevən, dediyim kimi də, onu sevənlərin qəlbinə toxuna bilər. İstənilən halda o atadır. Onun övladları var. O övladlar sabah sosial şəbəkələrə girəndə bullyinglərə məruz qalacaqlar. Sabah onlar məktəbə gedəndə bullyingə məruz qalacaqlar. Biz bilmirik ki, o uşaqlar hansı psixoloji vəziyyətə düşə bilər. Bəlkə də həyatına qəsd eləyə bilər. Bu çox təhlükəli bir məsələdir. Cəmiyyət biraz amansız yanaşır bu məsələlərə, amma düşünmək lazımdır ki, Cabir İmanov fərd olaraq özündən sonra nəsil də qoyub gedir. Yəni o uşaqların günahı yox idi ki, onun atası belə bir hərəkət etmişdi. Dediyim kimi, o uşaqları sabahları məktəbdə bu proseslərdən ümumiyyətlə xəbəri olmayan, məlumatsız olan insanları da biz bugün məlumatlandırdıq ki, belə bir hadisələr törədib bu insan. Əslində bu məsələdə jurnalistlərin üzərinə böyük bir yük düşür. Amma mən nəzərə alıram ki, bugün jurnalistlərdən də qabaq sosial media deyilən bir anlayış var, sosial şəbəkələr var. Orada hamı jurnalist, hamı paylaşır, hamı yayır. Bax, indi mən Tahir İmanov deyir ki, jurnalistlərə ki, çəkməyin də, halallıq vermirəm. Təbii ki, indi bu ailənin üzvüdür, bu onun haqqıdır və doğru deyil. Jurnalistlər nəyi səhv elədilər? Bax, dünən onun ölüm kadrları paylaşıldı. Yəni, yəqin ki, o video kameralara düşüb salonun içindəki deməli, video görüntülərdir. Dərhal bunu əldə etmək, ailənin icazəsi olmadan paylaşmaq. Yəni, bunun özündə də mənə elə gəlir ki, bir qanunvericilik nəsə bir sözünü deməlidir. Bəlkə də var, mən bilmirəm, amma hər halda olsaydı adamlar bu qədər rahat şəkildə, bəlkə də o ailə heç istəmirdi. Bəlkə də o sizin demişdik, yəni, bəlkə onun evladları o görüntüləri, onun xanımı, onun atası, anası o görüntüləri görmək istəmir. Amma o artıq paylaşıldı, hər kəs üçün əlçatan oldu. Bax, bu məsələdə mənə elə gəlir ki, bir qanunvericilik bir söz deməlidir. Yəni, bir icazə var. Mənim icazəm varsa götür paylaş, heç bir problem yoxdur. Amma mən əminəm ki, ailənin heç icazəsi olmayıb. Mən sizə deyim ki, ümumiyyətlə bu məsələdə çox həssas bir məsələdir və çox olduqca vacib məsələdir. Sosial medianın nə qədər çox xeyri varsa, o qədər də böyük ziyanı var. Bu insanlarda kütləvi psixoz yaşanır. Hamı şikayət edir ki, insanlarda kütləvi psixoz yaşanır. Və TikTok şəbəkəsində artıq elm sübut eləyir ki, bura xüsusilə də internet asılılığı olan insanlarda şizofreniya meyilli yaranır. Bunu elm sübut eləyib artıq və ona tədqiqatlar həsr olunur. 90-cı illərdən bu yana konkret olaraq internet asılılığı xəstəliyi təsbit olunub, elmi dövrəyə gətirib və onun üzərində araşdırmalar var, onun müalicəsini həyata keçirir insanlar, yəni alimlər, həkimlər, belə deyək. İnternetin bizə verdiyi bu fəsadlar, göstərdiyi nümunələr daha doğrusu, bu əldə etdiyi tez bir nəysə hansısa xəbəri əldə edeyim, ağına bozuna baxmadan, sağına soluna baxmadan bu xəbər necə böyük effekt verə bilər? Yəni, IP çox olsun, baxış çox olsun, təbii. Yəni, baxışı əldə etmək üçün, pul qazanmaq üçün, bilmirəm, nədir də bunun arxasında duran nədirsə, amma pul, birincilik, birinci mən yaydım məsələsi var. Hərəkətlərə yol vermək, bu qədər belə deyək də, düşüncəsiz davranmaq, o insanlara həqiqətən də fərqli meyllər yaratmağa təkan verir. Dediyim kimi, bax, siz də qeyd edirsiniz ki, ailə üzvləri heç kəs istəməz ki, öz doğmasının başına gələni gözü ilə görsün. Hətta bəzən görürük ki, haradasa qəza olub,
Belə insanlar tanınmaz haldadılar. Baş bir yanda, ayaq bir yanda, əl bir yanda. Onu belə çox rahatlıqla çəkib paylaşırlar. Gör bu insan nə qədər soyuqqanlı, nə qədər bunun üçün faciə sıradan bir şeydir ki, onu rahatlıqla durub lentə ala bilir, kameraya çəkə bilir və üstəlik onu paylaşır da, ondan IP qazanmağa çalışır da. Yəni nə qədər onu görən adam üçün. Mənim doğmam da olmasa belə, mən zorakılıq faktları görəndə, hardasa qanlı, qadalı bir şey görəndə insan olaraq mənə psixoloji çox pis təsir edir. Yəni şəxsən mən öz üzərimlə götürürəm də bunu. Mən görmək istəmirəm elə şeyləri. Bəzi bir dönəm oldu ki, mən ümumiyyətlə bütün sosial şəbəkələrimi bağladım ki, mən bu neqativ şeyləri görməyim. Niyə mən ondan etkilənməliyəm? Niyə o mənim yuxularıma girməlidir? Və yaxud niyə mənə psixoloji təsir göstərməlidir? Niyə mənim şuurumda? Çünki şuur elə bir şeydir ki, insandan asılı olmadan, bu elə bir ki, kompüter beynidir də, kompüterlə müqayisə eləsək, bir kompüterə verilənlər olur, tətbiqlər olur. O verilənlər istər-istəməz gedir insanın təhdəl şuurunda bizim gördüyümüz hər bir şey, gözümüzün dəydiyi, qulağımızın eşitdiyi, hətta əhəmiyyət vermədiyimiz bir şey bizim təhdəl şuurumuzda öz izini qoyur, orada qalır. Müəyyən bir zamanda o bizim qarşımıza çıxır. Bəzən insanlar deyir ki, necə olur ki, biz yuxular görürük, bu yuxu yozmalarda da var. Onu Jung yaxşı izah etmişdi zamanında, psixoanalitik Carl Jung, Yuxu Yozmalar kitabında. İnsanlar deyir ki, necə olur ki, biz yuxu görürük, amma yuxularımız dərhal reallaşır. Yəni, Çin çıxır da yuxularımız. Hamı özünü belə mistik və belə metafizik varlıq hesab eləməyə başlayır. Deyir ki, mənim yuxularım Çin çıxır. Əslində o nədir? Bizim dediyim kimi təhdəl şuurumuz bizə ardıcıl olaraq informasiyalar ötürür. Və həmin o informasiya biz yuxuda görürük, səhər dururuq, o ardıcıl bizim şuurumuzda ilişib qalır. O ardıcıllığı artıq biz, onsuz da bizim ətrafımızdadır bu. Sadəcə biz ona vaxtında əhəmiyyət verməmişik, fikir verməmişik, üzərindən keçmişik. Amma səhər həmin o alqoritmlər təkrarlanır. Bizə elə gəlir ki, biz belə deyək, Çin çıxan yuxular görürük. Əslində belə bir şey yoxdur, mövcud deyil. Bu bizim beynimizin bizə oynadığı oyundur. Eləcə də bu dediyiniz kimi insan faciəsi üzərində bu qədər qeyri-etik davranışlar nümayiş etdirmək doğru deyil. Mən bir insan olaraq Tahir İmanovun o müraciətini, jurnalistlərə olan müraciətini başa düşürəm. İnsan da istəmir ki, onun cənazəsini onsuz da sövürlər. Bir cənazəsini də göstərsinlər, bir onunla da bağlı paylaşımlar eləsinlər, onun üzərinə yazılar yazsınlar, paylaşsınlar, istəmir. Bəlkə də inancılıdır, adam deyir ki, halallıq vermirəm, dinimizin qaydalarına uyğun deyil. İnancılı insanların inanclarına hörmət edir. Ümumiyyətlə, hər kəsin ağrısına da, faciəsinə də, xoş gününə də sayğı göstərmək lazımdır. Bəzən olur, qapıdan qovursan, bacadan girirlər. Yəni, bu olmaz da, düzgün deyil. Hər şeyin, hər peşənin öz etikası var. Doğru. Hər kəs öz peşəsinə hörmət, birinci növbədə öz peşəsinə hörmət eləməlidir. Ondan sonra qarşı tərəfə. Doğru. Deməli, əziz tamaşaçılar, bizi izləyən hər kəs verilişimizi lütfən bəyənin və paylaşın, rəylərinizi də yazın. Siz necə düşünürsünüz? Ümumiyyətlə, bu mövzuda danışmaq çox olar. Yəni, o mentaliteti də, nə bilim, insanların, belə deyək, o biri dünyada cavab vermək kimi anlamlar var ki, bu dünyasını necə yaşayıbsa, o dünyada da onun cavabını özü edəcək, özü verəcək. Yəni, sorğu sual var. İnanclı kimi də, bəli. İnançsız kimi də fərq etməz. Amma istənilən halda, bəli, bir insan idi, yaşadı və özündən sonra bir iz qoydu və getdi, çox gənc yaşlarında getdi. Yer gəlmişkən hər kəsə də belə bir ölüm qismət olmur. Yəni, adam var ki, mən bayaq səhər də deyirdim ki, insan var ki, baxırsan 90 yaşı var. Və o qədər də belə deyək, o millətin haqqına da girib, əldə uzun olub, oğurlayıb da, amma ölmür da, yəni adam ölmür. Hətta deyirlər ki, bu qurtla qiyamətə qalır, ölmür. Görsən nə qədər pisdir ki, Allah onun yanında görmək istəmir, belə fikirlər səslənir. Cavan öləndə də yenə də deyirik ki, niyə öldü? Yəni bunu da yaşamaq üçün, hələ işləmək üçün enerjisi vardı, evladları vardı. Amma bu məsələlər deməli hər halda müzakirəyə çıxır. Amma mənim məsəl o 49 yaşında ölən bir adamın və xəstəliklərin belə deyək, bu qədər ölümlərin bu qədər cavanlaşması narahat eləyir.
Yəni niyə bir adam 49 yaşında ölsün Bəli. ki? Bax bu və üstəgəl belə deyək də, bu o adamdır ki, təminatlı idimi? Hər halda təminatlı idi. Yəni bu kasıb adam olmayıb, problemlər başından tökülən adam olmayıb. Yəni bu təminatlı bir insan idi. Bax görürsüz, gedir check-upına gedə bilərdi, idman zallarına gedə bilər. Bəzən bu idman zalları da mənə elə gəlir ki, insanların indi baxıram, oxuyuram. Deməli Vasif Məhərrəmli yazır ki, ondan bu yaxınlarda söhbət eləmişdim, deyirdim ki, necə belə bir gümrah qalmısan, deyib ki, yemirdim, içmirdim və idman eləyirdim. Bəzən o yeməmək, içməmək və idman eləmək özü orqanizmi çökdürmürmü? Stres verir, bədəni şoka salır. Mən bunu öz ailə təcrübəmizdə görmüşəm, yəni öz qardaşımdan görmüşəm ki, yəni Covid vaxtı eyni səhvi təkrarladı və onun qurbanına çevrildi. Sağlam adamlar bəzən, yəni, bax belə bədəni yükləməklə bu problemləri biraz da özləri bu xəstəliklərə, ölümlərə qucaq açmış olurlar. Amma istənilən halda bugün ən çox, belə deyək, dünyada da, mən öz ölkəmizi deyirəm, Azərbaycanda ən çox həyatını dəyişən adamlar cavan adamlardır. Nədən? Nədən? Stres varmı bunların içində? İndi mən xüsusilə Cabir İmanovu bu xüsusda kənara qoyuram, dediyim kimi ola bilsin. Amma ola da bilsin ki, adamın biz bilmədiyimiz stresləri vardır. Buyurun. Ola bilər, bəli. Tamamilə haqlısınız. Bizi narahat eləyən, cəmiyyəti narahat eləməli olan məsələlər var. Bizim səhiyyə sistemimiz, bizim qida sistemimiz. Bugün çox təəssüflər olsun ki, Azərbaycana gətirilən qidalar, idxal olunan qidalar qeyri-sağlam qidalardır. Yəni, sən nə qədər də maddi cəhətdən təminatlı olsan, ən bahalı marketlərdən qida rasionunu formalaşdırsan da, yenə də Azərbaycana idxal olunan ərzaq, məhsullar, hamısı keyfiyyətsiz məhsullardır. Sadəcə aşağı təbəqə üçün, yəni əhalinin maddi cəhətdən az təminatlı təbəqəsi üçün daha keyfiyyətsizdir, yüksək təbəqəsi üçün biraz ondan keyfiyyətlidir. Yəni, məsələ tamamilə qidaya bağlı məsələdir, düşünürəm. Səhiyyə sistemimizin düzgün işləməməsinə bağlı məsələdir. Bugün biz şikayət edirik ki, bu qədər müalicələr eləyirik, amma dərmanlar keyfiyyətsizdir. Bir ətək pul tökürük dərmanların alınmasına, amma ortada heç bir nəticə əldə etmək olmur. Niyə? Çünki hətta dərmanların tərkibi ilə oynanılır. Ölkəyə idxal olunan dərmanların tərkibi ilə oynanılır. Bu özü millətinə, vətəninə qarşı ən böyük xəyanətdir. Bu işbazlar, bu iş adamları, hansılar ki, ölkəyə ərzaq məhsulları idxal edir, hansılar ki, dərmən məhsulları idxal edir, birbaşa hamısı məsuliyyətə cəlb olunmalıdır. Və dövlətin özünün də marağı olmalıdır ki, ölkəyə daxil olan ərzaqların, dərmən vasitələrinin tərkibi ilə bağlı bir monitorinq aparsınlar. Bugün qida agentliyi nə ilə məşğuldur, bəlli deyil. Hansısa sahibkarla özlərinin xoş münasibəti yoxdursa, mən deyərdim ki, buradan cəsarətlə bu sözü deyirəm, arxasında da dururam. Bugün Qida Təhlükəsizliyi Agentliyi açıq alverdədir. Açıq alverdədir sahibkarlarla, qida sektorunda çalışan insanlarla. Hansı obyektə ki, hansı məhsula görə ki, haqlarını ala bilmirlər, dırnaqarası haqlarını, o məhsullara qarşı konkret çıxış eləyirlər, məhsulların satışı ilə bağlı qadağa edirlər və yaxud obyektlərin işləməsi ilə bağlı qadağalar qoyurlar. Amma hansı məhsullar ki, həqiqətən də zərərlidir, onların sahibləri ilə, o ölkəyə onların gətirilməsini təmin edən şəxslərlə korrupsiya münasibətlərinə girərək, rüşvət münasibətlərinə girərək həmin məhsulları çox rahat şəkildə piştaxtalara buraxa bilirlər. Yəni bunu istənilən adam, sıradan bir adam, kimya sahəsi ilə yaxından əlaqəsi olan adam eksperiment xətrinə istənilən məhsulu evdə oturub özü qida agentliyinin əməkdaşı olmadan özü eksperiment bir neçə eyni məhsul alıb evində eksperiment apara bilər. Məhsulların keyfiyyəti və təmizliyi ilə bağlı. Çox rahat şəkildə bunu eləyə bilər. Necə olur ki, vətəndaş bunu evində eləyə bilirsə, özü məhsulun keyfiyyətini təyin edə bilirsə, qida agentliyi əlində bu qədər imkanlar olurlar, o məhsulların keyfiyyətini araşdırıb ortaya çıxarda bilmir. Demək ki, burada başqa maraqlar var, maddi maraqlar var. Ölkəyə neçə min ton
palma yağı daxil olur. Hesabatlarda da var. Bəli. Palma yağının ölkəyə gətirilməsi ilə bağlı. Amma heç bir hesabatda, heç bir məhsulun tərkibində palma yağının hara xərclənməsi, hara istifadə olunması ilə bağlı bir hesabata rast gələ bilməzsiniz. Bəs bu palma yağı hara işlədilir? Nəyə işlədilir? 100 adda ən azı pendir istehsalı var ölkədə, yağ istehsalı var. İstəyir duru yağ, istəyir ərinmiş yağ. O yağların tərkibi ilə bağlı heç bir yerdə bir açıqlama yoxdur. Varsa da yalançı açıqlamalar qoyulur üstünə. Xarici etiket üstünə yapışdırılaraq xarici məhsul kimi piştaxtalara çıxarılır. Halbuki yerli istehsaldır. Hansısa sexlərdə, yerli sexlərdə istehsal olunur. Tərkibi spred yağlardır, o palma yağlarıdır. Vətəndaşlara kərə yağı ekstraktı qatmaqla satırlar, adını da qoyurlar kərə yağı. Ona görə də insanlar od bahasına özü. Od bahasına. İnsanlar da onu 27 manata, 28 manata, 30 manata. Xolesterin yüksək həddə, qan tromblaşma əmələ gəlir. Cavan adamlar infarktda niyə rəhmətə getsin ki? İnfarkt nə deməkdir? İnfarkt odur ki, ürəyə gedən damarlarda tıxanıqlıq yaranır, bir anlıq ürək dayandı və səlam qurtardı getdi. Bu da insan həyatı. Yəni bir göz qırpımında insan rahatlıqla həyatını itirə bilir. O ki, qaldı idman məsələsi, bu individual məsələdir. İstər idman, istər diyetalarla vətəndaşlar, insanlar ümumiyyətlə öz başına məşğul olmamalıdırlar. Həkimlər də, mütəxəssislər də deyir ki, hər yaşın özünün naqruzkası var, bədənə olan naqruzkası var. Hər yaşın, hər orqanizm individualdır. Bəlkə birinə müsbət təsir edən diyeta ona digərinə tamamilə əks reaksiya verir. O da insanın özünün hansı xəstəliyin daşıyıcısı olmasından irəli gəlir. Şəkər xəstələrinə qəti surətdə nə ac qalmaq olar, nə də çox yemək olar. Məsələn, ki, ölkənin yarısı şəkər xəstəsidir. Körpəsindən tutmuş böyüyünə, yaşlı adamına qədər. İnsanlarda şəkər xəstəliyi var. Şəkər xəstəliyinin mənbəyi nədir? Stres və düzgün olmayan qidalar. Stres o demək deyil ki, mən ancaq düşünürəm ki, necə pul qazanım. Yəni, stres təkcə onunla yaşamırlar ki, hər insanın özünün həyatda üz-üzə gəldiyi müəyyən situasiyalar olur. İnsan itkisi ola bilər, qorxu ola bilər, kimsə sağlığı ilə bağlı stresləri ola bilər. Elə bu şəhərin tıxacı, hər şey. Ən elementarı. Dükan arxasındasansa stres yaşayırsan. Küçəyə çıxırsan, insanlar hamısı qaşınır. Metroya düşürsənsə stres yaşayırsan, 5 dənə vaqon ötürürsənsə stres yaşayırsan. Əsəbli, stresli. Bu bizim stres o qədər bizim bizlə əks belə deyək də, həyatımızın ayrılmaz bir hissəsidir. Yəni biz bu stresdən istəsək də qaça bilmirik. Bunun üzərinə hələ qida, keyfiyyətsiz qida gələndə, düzgün olmayan iş rejimi gələndə, bugün mən baxıram, dünən bir qurumdaydım, baxıram, asan xidmətdə idim, belə deyək. Oturmuşam, müşahidə edirəm bu operatorların iş rejimini. Saat 3-dür, operatorlar hələ də nahara getməyiblər. Yəni, bu insan istismarıdır. Vətəndaşa xidmət, mən başa düşürəm, müqəddəsdir, xidmət olunmalıdır. Vətəndaşlara zamanında xidmət olunmayanda böyük etirazlara səbəb olur. Amma bu fəaliyyəti elə tənzimləmək olar ki, bir operator nahara gedəndə onu başqası əvəzləsin. Yəni, bu sistemi düzgün qurmaq olar da. Niyə insanlara bu qədər istismar edirsiniz? Və yaxud da 8 saatlıq iş rejimi yazırlar, amma əslində 8 saatdan daha artıq işlədirlər insanları. İnsanların qanunvericiliyi ilə tənzimlənən o 1 saatlıq nahar fasiləsində belə ən maksimum 15-20 dəqiqə imkan verirlər ki, insanlar o get ayaqsa tez qayıt. Yəni, bu nə deməkdir? Bu nə yanaşmadır? İnsan, vətəndaşa bu cür yanaşmaq olarmı? Təbii ki, bu insanlar gənc yaşlarında hamısı dünyasını dəyişəcəklər. Üstünə gələndə hələ digər faktları, xəstəlikləri kənara qoysaq, bu qəzaları üstünə gəlsək, fəlakətləri görünməmiş, yəni heç kəsin qabaqcıdan proqnozunu verə bilmədiyi fəlakətləri də üstünə gəlsək, görün bizdən il ərzində nə qədər insan itkisi olur. Və paralel olaraq da artım azalır. Bugün ailələrdə ən çox 2 uşaq var. O da çox, artıq onun da sayı azalmağa doğru gedir. Artıq insanlar o qədər maddi problemlər içərisində yaşayırlar, sosial problemlər məngənəsində sıxılırlar ki, artıq bir uşaq belə onlar çox böyük sayı hesab olunur, çox sayı hesab olunur. Müasir cütlüklər ümumiyyətlə valideyni olmaqdan imtina edirlər. Bu da böyük bir problemdir. Gələcəkdə biz ciddi demoqrafik böhranla üz-üzə qala bilərik. Artıq 50-ci ilə qədər, belə proqnoz da var, 50-ci ilə qədər
ölkədə demoqrafik böhran yaşanma ehtimalı var, yüksəkdir və bunun üzərində heç kəs düşünmək istəmir. Heç kəs düşünmək istəmir ki, biz bu qədər torpaqlarımızı işğaldan azad etdik, bu qədər qan tökdük, bu qədər zülm çəkdik, əzab çəkdik, 30 il köçkünlük, qaçqınlıq həyatı yaşadı bu insanlar ki, getsinlər o səfalı yerlərdə nəhayət bir gün yaşaya bilsinlər, belə deyək, artım yaşasınlar, insan artımı yaşasınlar, amma biz bugün həmin ərazilərdə yaşamağa adam tapa bilmirik. 50-ci ilə qədər ümumiyyətlə adam tapa bilməyəcək ki, həmin ərazilərə göndərək. Üstəlik, selektiv abortlar məsələsi olduqca ciddi bir məsələdir. Azərbaycan 2023-cü ilə qədər dünyanın ikinci pilləsində, dünyada statistikada ikinci pilləni tuturdu Çindən sonra selektiv abortlara görə. Selektiv abortda cinsə görə abortlar sayılır. Qız uşağıdsa da dərhal onu götürtmək lazımdır. Oğlansa da qoy o doğulsun. Siz təsəvvür edin ki, artıq Azərbaycan birinci yerdədir. Çini üstəliyib məsələdə. Yəni bunun üzərində düşünmək lazımdır ki, biz cəmiyyət olaraq hara gedirik? Biz nə edirik? Niyə qızları sevmirik? Niyə istəmirik qızımız olsun? Niyə istəmirik? Bəli. Doğrudan niyə istəmirlər ki? Onlar düşünürlər ki, oğlanı böyütmək daha rahat, qızı böyütmək daha çətindir mi? Yoxsa bu mentalitet məsələsi. Mentalitet. Özlərinə sərf eləyən yerdə mentalitet işə düşür. Necə, yəni hansı evində qadın yoxdursa da o evdə bir əskiklik var. Ümumiyyətlə qızın, qadının olmadığı ev özü nəyə lazımdır ki, mən bunu düşünürəm. Yəni bu qızlar olmasa sizin oğlanlar kimdən evlənəcək? Kimdən evlənəcək? İndi bir-birlərinə evlənsinlər, ona da qarşısız. Məsələ burasındadır ki, ona da qarşısız. Və yeri gəlmişkən bizi izləyən hər kəs 250-dən çox insan var canlı yayımda. Bəyənin və paylaşın əziz tamaşaçılar. Mən deməli diqqətinizə çatdırım ki, hazırda vida mərasimidir deyə, yəni mən bunları deməliyəm. Deməli, həm Tahir İmanovdan bir açıqlama gəldi. Bir halda ki, Cabirdən danışırıq, qoy elə sona qədər də verilişimiz o olsun. Yəni, prinsipcə bu mövzuya da niyə gəldik? Çünki həqiqətən də 49 yaşında bəli, ölən insanı stressdən də ölə bilir, hər şeydən də, baxmayaraq ki, yenə deyirəm, təminatı da var idi, xoş güzəranı da var idi. Amma ölüm gələndə də bizdən soruşub gəlmir, düzdürmü? Yəni, istənilən bir deməli, əcəl səni hər yerdə yaxalaya bilər. Hazırda isə əziz tamaşaçılar vida mərasimində dövlət rəsmiləri də iştirak ediblər. Onların arasında Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Talih Kazımov və digər rəsmi şəxslər də deməli vida mərasiminə qatılıblar. Bu arada Tahir İmanov bir açıqlama verib. Deyirlər, insan ata-anadan yetim qalar, mən qardaşımdan yetim qaldım deyib və vida mərasimi zamanı onun qardaşı həm də belə deyib. Bəzi qüvvələr Cabiri pis tərəfdən tanıtmaq istəyirdilər. Çoxları elə bilir ki, Cabir məndən böyükdür, amma mən ondan 2 yaş böyük olmuşam, böyük olmağıma baxmayaraq ondan çox şey öyrənmişəm deyə. Deməli, bu da dediyim kimi Tahir İmanovdan gələn bir açıqlama. Və əziz dostlar, deməli, bəzi qüvvələr deyəndə ki, yəni bu daha çox müxalif kəsimin üzərində qaldı məncə bu günah, əgər günah sayılırsa da, daha çox müxalif düşərgənin üzərində qaldı. Çünki bu məsələlər 2003-cü ilin aksiyalarında, mitinqlərində baş vermişdi. Və İlahi xanım, 2003-cü ilin mitinqində baş vermiş hadisə, o da tarixin bir parçasıdır. Həmişə o haqda danışmaq olar. Yəni, prinsipcə indi kimə xoş gələr, kimə xoş gəlməz bu məsələnin başqa bir tərəfi. Amma indi 2003-cü ildə də baş versə də belə, yenə də yəni, bu hadisənin üstündən heç kim xət çəkmir ki. Yəni, bu olub da, yaşanıb da və bugün bunu kimlərsə də dilə gətirib danışırlarsa, onlar da qınamalı deyilik. Məncə qınamalı deyilik. Çünki həmin məntiqli adamlar deyirlər ki, onda gəlin, nə bilim, Hitlerdən danış, deməyək ki, Hitler bu nə deyib? Hər kəs öz acısını dilə gətirməyi, belə deyək, haqqı var. Biz kimsəyə deyə bilmərik ki, danışma bu barədə. Amma danışılmasa, danışılmanın da bir həddi var da, biraz... Bəs Cabiri qınamaq olardım ona görə. Və məsəl üçün, mən nəyə görə deyirəm? Tutaq ki, o mitinqdə yadda qalan bir mitinq olmuşdu. Mən xatırlayıram ki, yəni Bakıda həqiqətən də mağazalara, filanlara, maşınlara hücumlar var idi, filan vardı. Polisin də işi, asayişi qorumaqdır.
Yəni tutaq ki, Cabir kiməsə təpi yatmışdısa da, yəni bunu bu qədər şişirtmək, yadda saxlamaq, mən bilmirəm, o digər tərəflərini demirəm, o bandattel filan məsələlərini bilmirəm, onun faktını, nümunəsini o heç kim ortaya qoymayıb. Amma bir video ki var, orada Cabir İmanovun siması görünür, atdığı təpik də görünür. Yəni polis, biz baxırıq Fransada, nə bilim, digər ölkələrdə polis adamları tutur, basır yerə və doğrudan da onlarla elə şiddətlə davranır ki, yəni polisin işi bu deyilmi? Buna görə adamı vəzifəsini icra etmirmi? Bax, bunu deyirəm. Polis əmrə tabe olan bir qurumdur, dövlətə tabe olan bir qrupdur. Əgər belə bir əmr varsa ki, asayişi qorumaq lazımdır, onu edəcək, nəyin bahasına olursa olsun. Mənə elə gəlir ki, Cabir İmanovun tənqid olunması daha çox o təpiyə görə deyil. Nəyə görədir? Bandatteldə baş verən hadisələr və daha sonra həbs olunan siyasətçilərlə bağlı verdiyi yalan ifadələrə görədir. Aha, məhkəmədəki ifadələr, eləmi? Bəli, məhkəmədəki ifadələrə görədir və hər kəs də bugün bilir ki, o ifadələr yalan ifadələr idi. Yəni görüntülər var, ən azından 2003-cü il hadisələri uzaq keçmiş deyil, o ilə bağlı arxivlərdə də videolar saxlanılır. Sadə adamlarda da var idi, müxalifət cəmiyyətində də var idi, bu çəkilişləri aparan hökumət nümayəndələrində də var idi. Bugün əl çatmaz məlumatlar deyil əslində. Amma dediyim kimi, həmin o gündəmə gətirilən video mənə elə gəlir ki, ondan çox dediyim kimi o yalan ifadələr üzə durma və yeri gəlmişkən bununla bağlı bir Osman Kazımovun bir balaca açıqlaması var. Məhz elə onu da oxuyum, məncə fikriniz olacaqsa deyin. Cabir İmanov ölüb, müxtəlif fikirlər yazılır 2003-cü il hadisələri ilə bağlı. Məhkəmədə ifadə vermək üçün məhkəməyə çağırmışlar. Polislər yalan ifadələr verdikləri üçün gərginlik yaranır, qarşılıqlı təhqirlərə yol verilirdi. Cabir İmanov və onunla gələnlər pəncərədən məhkəmə zalında baş verənlərə baxırdılar. Mən koridora çıxanda mənə yaxınlaşdı, salam verdi. Dedi ki, Osman müəllim, sizdən bir yerli kimi xahişim var. Dedim, buyur, dedi, uşaqlara deyin, bizi söyməsinlər. Dedim, işgəncədə iştirak etmisənmi? Pörtdü, dedi, hə, döymüşəm. Zala keçdim, həbsdə olan dostlardan xahiş etdim ki, Cabirin verəcəyi ifadələrdən asılı olmayaraq heç kim təhqiramiz ifadə işlətməsin. Cabir yalan ifadə verib getdi, deyir ki, Osman Kazımov. Həbsdə olan dostlarımız yalnız onun işgəncə verdiyini təsdiq etdilər, hətta sual da vermədilər. Bəlkə də Cabirin sonralar yaratdığı obrazlar, hətta bəzən dövlət başçılarını tənqid etdiyi səhnələr də etdiklərinin peşmançılığı idi. Bunu da Osman Kazımov yazır. Deyirsiniz, yəni hücumlar xüsusən buna görədir də? Bəli. Daha çox tənqid atəşinə məhz bu hadisələrə görə tutulur. Yəni, polisin öz vəzifəsini icra etməsi heç bir halda vətəndaşda hiddət doğurmamalıdır. Çünki sən əgər bugün sənə qarşı olan münasibətə görə polisi qınayırsansa, sabah eyni hərəkəti törədən və yaxud ondan daha betər hərəkəti törədəndə polis ehtinatsız yanaşanda həmin hadisəyə, onda da sən qınayacaqsan onu ki, nə oldu, orada filan kəsi öldürürsən, polis olaraq niyə öz vəzifəni yəni, düzgün icra etmirsən? Siz biraz tənqidimizi doğru istiqamətə yönləndirməliyik və mənə elə gəlir ki, məhz bugün paylaşımlar Osman bəyin də qeyd etdiyi kimi o yalan ifadələrə görədir. Cəmiyyətimiz onu bağışlaya bilmir. Çünki nahaqdan insanlar həbsə məruz qaldılar, onlar da öz ailələrindən, öz övladlarından uzaq düşdülər, amansız işgəncələr gördülər. O da bir insan ömrüdür, o da itirilmiş taledir, belə deyək, reputasiyanın zərər görməsidir, hər şey var onun içərisində. Məncə, ədalətsiz məhkəmənin olmadığı yerdə cinayətkar da haqlı görünür. Bunun üzərində düşünmək lazımdır. Təşəkkür edirəm. Çox sağ olun Lahə xanım və əziz tamaşaçılar. Sonda deməli, qardaşı Tahir İmanov belə deyib. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz. Hər halda Cabiri biraz mənfi tərəfdən göstərmək istəyənlərə də belə bir mesaj verib ki, Allah ucaltmaq istədiyini heç kim alçalda bilməz. Məqamı da uca olsun. Mən heç şey demirəm. Yəni ölən adamla bağlı Allah rəhmət eləsin. Bəli. Yəni var, doğmaları var, sevənləri var. Təbii. Allah günahlarını bağışlasın hər birimiz üçün. Deyir o əcəl zəngi bir gün çalınacaq. Bilmirik. Bəlkə də 5 dəqiqədən sonra, bəlkə də 5 gündən sonra, bəlkə də 5 ildən, 15 ildən, 50 ildən sonra. Amma ölüm haqdır və hər kəs deyir onun dadacaq. Bax bu da bizim müqəddəs kitabda yazılan bir fikirlərdir. Əsas odur ki, o biri dünyaya gedəndə belə deyək, yəni o necə deyək, xeyir əməllərimiz
o bir əməllərimizi, şər əməllərimizi üstələnmiş olsun. Ona görə də buradan hər kəsə çağırışım, yaşayanda elə yaşayaq ki, sabah öləndə də rəhmət aparaq. Əziz tamaşaçılar, bizdən bu qədər. Görüşəcəyik, salamat qalın. Donuşduq da.